Mama sən bu kalqotkaya necə giyinirsən? Bütün hər yeri süzülü bey. Damını hər yenə lak vurdum. Əşi, Slavikin pişiyi bizim qapıya dadanıb. Çölə çıxan kimi cırmaq atır. Əclifa yemək də verirəm hələ. Doğrudan? Hala mən də deyirəm, strimit elədim, kalabasan kimi yiyib hala. Akasya pişiyə vermişsən. Hə, pişiyə vermişəm. Slavikə verməyəcəm ki. Bu toylar da bezdirdi məni. Pulum olmayan vaxtı xalam da nəvəsinə ərə verir. Mama bir söz deyim. De. Toydan qalmaq olmaz. Toya çağırdılarsa gedməlisən. Özəmənə bax, o keçən dəfə toya uzun paltar giymişdin ha. Onu giyinmə, onu qısa elə. Yaxşı. Baxma da ayağın ilişər toyda, sürüşüb yıxılarsan. Sonra deyərlər ki, Şirinin anasının ayağı sürüşdü. Başa şunu, yaxşı çıxmır axı. Özəmənə bax, yaxşı pul at toylarına. Onlar da bizim toya gələndə mənə toyuma yaxşı pul atsın. Onlar mənim toyuma 200 manatı salıblar artıq. Yəni, son vaxtda 200 manat var idi. Yox, sən Rusiyaya gedəndə işlər biraz zəifləmişdi. Özümə bir dənə qəşəng toy elədim, kişi toyu. Yaxşı da pul yığdım ha. Sağ olsun Baləli. Bütün meyxana deyənləri gətirdi mənim toyuma. Qırğın dəyişmə getdi. İndi sən YouTube-a gir, Mətçin toy axşamı qırğın dəyişmə yaz çıxacaq. Doğrudan. Hə. Yəni, mən də deyirəm, baxı, Pərviz Bülbülə mənə harada görür deyim, mamaya salam deyim, mamaya salam deyim. Yaxşı da, mən nə haydayam, sən nə haydasan. Mən nə edeyim ki, bu toy akminit olunsun. Bir şey fikirləşməliyəm. Nə edeyim bilmirəm amma. Bilmirəm, mama. Neyini deyirsən? Yadıma düşdü bir şey. Bu dəqiqə. Bütün buna bax, deşik. Alo, Məlahət? Necəsən? Oğlumu eyləndirirsən. Allah xoşbəxt eləsin. Ay Məlahət, ürəyimi xal salmaq istəmirəm. Sən bilirsən ki, bu qız kimdir, nəçidir, nə ilə məşğul olur. Maraqlanmısan? Ay qız, maraqlanmaq lazım da. Sən xalam nəvəsini məndən yaxşı tanıyacaqsan. Özünüz bilərsiniz, nə inirsiniz eləyin. Mən bilmirəm, gələcəm toya, lülədən, tikədən yeyəcəm, qol götürüb oynayacam, pulumu da yazdırıb çıxıb gedəcəm. Yaxşı. Nə oldu? Bundan da bir şey çıxmadı. Heç nə eləyə bilmədim. İndi mən toyuna taxacam, Şirin. Onlar həmişə mənim boynumda qızıl komplekt görüblər. Yəni, o komplekt hanı indi? Heç nə. Slavikin mopedinin motoru dağılmışdı. Lambarda qoydum qızılı, pul götürdüm. Düzəltdirdim də, neyniyim? Adıma maşın lazım olur da. Ayağımı yerdən götürür. Şirinlər bəy, bu sənə çatacaq. Çirmənin salamı var. Bəlkə papanın da sənə salamı var. Papanın da sənə salamı var. Hala, bunlar neyinəmək istəyir, hala? Məni özümə vurdurmaq istəyirlər. Baş sponsorlar Soundride, Bizon, xüsusi sponsorlar Sleepy uşaq bezləri, New Holland traktorları, BYD Motors Baku, SAP, halallıqla ət və süd məhsulları, Green Home Construction, Bizim Ev Möbel şəhəri, 1-2 Dönər Shop. Şirin, ola bu necə oxşayır sənə? Kopya deyə. Ola bir gözü də tost mamanın gözü deyə. Ola bəlkə əküzün deyil. İndi o vaxt vəziyyət yaxşı olmayıb da, indi hamı bilir də. Bəlkə elə mamanın pula ehtiyacı olub, satıb da. Amma sənə də yatım deyirsən. Hala, belə mən özüməm, hala da. Deyirəm, kirvəyə bax, hala. Məni özümə vurdurmaq istəyir. Bu kimin zakazıdır görəsən? Mən bilirdim, məni aradan götürmək istəyəcəklər. Bəs pula bilmirlər ki, sabahsı gün mənim başıma iş gəlsə, bu aləm başsız qalacaq, hə? Deyirəm, hala, sabahsı gün mən olmasam, pudra alim, Tanal Rauf, Prisipka alim, bunların beli qırılacaq, hala. Şirin, gələ dərman vaxtına özvə gəl. Mən kinoda görmüşəm, killer özünü gözü yumulu vurur. Rahat ölür, sən də rahat gedəcəksən. Rahat öləcəksən, narahat olma. Oy, git sən. Hala bu nə dərmandalı versən buna? Dərman da. Hala bu hamilələr üçün deyə. Ha, nə olsun, Yəni canımazdan olsun. Nə sən yana, Bir ayda haramız ağrır, bu dərmandan verirsən. Neynəmək istəsən, sən? Hala, ağrıvı kəsir,
Kəsir. Daha sənə nə lazımdır ki? Oqtay əmi, şad xəbərlə gəlmişəm. Dünən gecə möhtəşəm beynimlə, Reyhanla o evdə ət maşını ilə ancaq soğan çəkən şeyim var ha. Onları ayırmaq üçün bir dənə plan qurmuşam. Rahat. Doğrudan. De görüm nə plan. Deməli Oqtay əmi, 100 min təklif edilir Şirinə. Şirin bunu götürür. Mən də qıraqdan telefonla çəkirəm. Göndərirəm Reyhana. Rahat. Alo, möhtəşəm. Mən bax öz həyatımdan bilirəm ki, sevən adamın başı ayrı cür işləyir də. Nə qədər çox sevirsə, beyin də açılır yavaş-yavaş. Sağ halal deyir Fərman. Sənin sevgin mənim də sevgimdən böyük sevgidə. Sən öz sevginə görə 100 mindən keçməyə hazırsan. Aparıb 100 minə Şirinə verirsən ki, tək ki Reyhan sənin olsun. Oqtay əmi, 100 min Reyhana qurban deyək. Amma problem var bir dənə. Bu dəfə siz verin. Papa yenə mənim kartıma güllü miqdarda pul göndərib, kart düşüb bloka. Fərman, gələn dəfə dədənə deyinən ki, o küllü miqdarda pulu mənim kartıma yollasın. Qoy mənim kartım bloka düşsün. Mənim gözüm üstə. Allah'tan bəs süründü ala da. Bilinmir sabahsı gün başıma nə gələcək. Deyirəm ala mən nə aşıb eləmişəm ki, bunlar məni aradan götüzdürmək istəyirlər. Ala bir gün mənə zəng gəldi ki, xalan quzu çay evində bir dənə qaqaşla oturub. Ala yelləndim ora, açdım otağın qapısını, girdim içəri. Gördüm ala nə? Səncə nə? Nə? Çaşqada qəlyan çəkirlər. Ay. Dedim ala ayıbdır ala, çaşqada qəlyan nədir ala? Bunlara bir dənə greyfutda qəlyan göndərdim. Başa düşdün? Ala mən düzün oğlanam ala. Düzün bir dənə başı olur. Başa düşdün? Mən şimdi bir dənə baş. Deyirəm uşaqla. Mənə bir şey olsa Reyhandan müğayət olun. Ala yaxşı da, əyib deyil. Ala biz dostumuz deyilsən. Ala Reyhan bizim bacımız. Ala biz Məhtiş xala. O həm də dostumuzun mamasıdır. Elə Məhtiş xala da. Məhtiş xala. Ha, narahat olmayın, mamadan narahat olmayın. Ala mama özünü divizyon etdə bilmirsən. Kimsə arası gedəndə mamanın yanına öz atasının qoy çıxır gedir ki, Məhtiş xala ona baxacaq. Arxançılıqla. Narahat olmayın. Hə, Oqtay əmi, yanımıza gəlim. Ha, gəlirəm. Balali deyirəm, istəyirəm səninlə bir dənə məsləhət edeyim. Ala hara getdi ala bu? Ala bu yenə etdi ki ala. Ala bu da hər dağda gedir gəlir, nə olub ala? Yenə də bir özüm tək gedirəm Oqtay əmi yanına. Bunlara bax ya. Bunlar gedən kimi dövənlər gəldi. Görürsən, heç birinin qaynanasını çox istəmirlər. Gətir, buradır. Az neyniyim, məcburi gedəcəm də. O şey var Şükvən gedəsinin toyunda geyinmişdim. Qara küpürlü. Hə. Bax elə onu geyinəcəm. Az, buralar da təmizlədi, nə gündədir. Hə. Başa düşmədim. Bu nə yuxarı qalxdı? Görəm. Neynirsən? Gəl, narahat olma. Qoy işimi bitirim, sonra rahat silərsən. Məhcişsən bilsən necəsən? O ki, yağlı tavaya isti suyu tökürsən, gözləyirsən yumuşalsın. Bax, eləsən sən də. Mən də səni gözləyirəm ki, isti suyu töküm, yumuşalasan, sonra tərtəmiz təmizləyim. Dur, çıx bayra, sən mənim şkaflarımda nə axtarırsan? Az burada komplekt var idi, qızıl. Onu axtarırım, hardadır? Axşam toya gedəcəm, ver onu mənə, sonra qaytararam sənə. Mənim qızıl komplektim zadım yoxdur. Dur, çıx bayra. Gör otağı nə günə qoymusan? Gəl indi silipinə tərtəmiz yığışdırım. Az nətər yəni yoxdur? Öz gözlərimlə görmüşəm, özdə bu şkafda. 2 dənə idi. Biri sarı qızıl, biri ağ qızıl. Ağ qızıl sarı qızıldan bahadır. Paşdı tən yarı bahadır. Ona görə də ağı istəyirəm. Ağı. Bağla şkafları siləcəm indi. Bağla, yoxdur orada heç nə. Qaqaş, ay qaqaş. Kömək eləyə bilərsən maşını itələyək? Ay, eləyərəm Murad, neşə eləmirəm. Qaqaş, sənin adın nədir? Kamal. Kamal, bundan sonra sənin də adını yazdım Şirinin təkan verdiyi oğlanlar siyasına. Kef elə. Gəl qapını bağlayayım. Gəl atam, gəl. Elə mən buradan, sən oradan. Kömək elə şey bunu. Neynirsən?
Bu nədir? 5890 manat. Nədir ki o? Vay, vay, vay. Salıblar mənə qaranlıq otağa. Hə, mənə qaranlıqla qorxuzursuz, hə? Ala mən 9 ay anamın qarnında qaranlıqda vayvat edən oğlanım, hala. Ala gəlin açın ala əlim, hala. Bu nədir, ala? Qaranlıqda görəm ki, ala. Gözümü özüm yummuşam. Ala, belədir ki, sən kimsən, ala? Çıx da ortalığa. Kimdən əməllərimi bağlayan? Gəl əli qoluma kişi kimi söhbət edeyim. Şəkildəki deyil. Kopya mənəm, ala. Ver mən də baxım görüm nədir də. Mirvari, sən 700 manata sumkan, 500 manata ayaqqabı, bahalı ətirlərin yoxdur axı. Var ki, gözlərini də bərdirsən. Brend şeylərin var. Yo, elə də yoxdur. Bir dənə brend işlətdiyim slip idi. Ürəyim üzmədi. Ver mən də baxım gör. Dayan görüm. Bəs onda Oqtay qardaş buradakı bahalı şeyləri kimə alıb, hə? Bu sala komandanın kapitanı Mətiş özü cavab verəcək. Əlbəttə ki, qıraqdakılara. Nə qıraqdakılar? Elə şey olar. Az niyə olmur ki? Güya mənə almayıblar, bahalı ayaqqabılar, bahalı sumkalar. Belə bir şeyi mən bir dənə serialda görmüşəm. Toşnu bax belə bir böyük evdə sənin kimi paltarda bir dənə arvad. Arvad incimə ha. Səndən biraz gözəldir, çox qəşəngdir ha. O da ərinin cibindən alış-veriş çek tapır. Sonra? Az nə sonra? Get, komplekti gətir bura, sonra deyəcəm. Tez ol. Komplekt buradadır. Qəribə qızsan, sən bu qızılların yerini niyə dəyişirsən dəqiqə bir? Mətiş, serialın axırı necə oldu? Deyəcəm də, hara tələsirsən? Sonra ciddi elə bir şey olmur. Çeki götürür, gedir kişinin iş yerinə. Görür ki, çekdə yazılan nə varsa, o qızların əynin başında, üst başında hamısı olardı. Hə. Nə danışırsan? Onda gedək Oqtayın ofisinə. Elə bu dəqiqə. Mənim Oqtayın iş yerində nə işim var ki? Mən sizin ailə həyatınıza niyə qarışım? Mən heç öz həyatımı qarışmıram, Amma sırf qadın birliyi naminə səndən gedəcəm. Qadın birliyi? Mətiş, sən feministsən? Az nə feminist? Şükür Allaha, ət də yeyirəm, toyuq da, balıq da. Şirin, biz bir-birimizə çox oxşuyuruq. Bizim oxşar cəhətimiz çoxdur. Doğrudan atam. Sən də Atovu tanımırsan? Deməli, məndə bir xəstəlik var. Hə, atam, elə şillə vurmağından bildim ki, mənə yaxşı tanıyırsan. Əgər sən mənə yumruq vursaydın, mən səndən başqa cür söhbət edərdim. Mən çox apasın adamam. Bu axırıncı dəfə mənə əl qaldıran oğlanın indiyənə qədər qolları qandaldadır. Abala, ayağımı qaldır, buraları silim. Sən yenə tərləmsən? Deməmişəm qaçıb tərləmə xəstələnəcəksən? Sən də tərlisən? Atam, bayaq dedin xəstəliyim var. Allah şəfafı versin. Bəlkə sənin masaj edeyim. Uzan sənin masaj edeyim. Ya da belivə banka qoyum. Qaç bankalar gətir, müəllimi bugün bankalayacağam. Sən deyəsən özü öldürtdürmək istəyirsən. Otur aşağı. Məndə panik atak xəstəliyi var. Belə bir ki, həyəcanlanıram, əllərim əsir. Elə bilirəm ki, öləcəm. Başlayıram əsməyə, boğuluram. Riski, əllərim əsir, ağlayıram. Doğrudan atam. İminli mən söhbətlərdə olanda belə hərəkətlər məndə də olur. Akasımın adı panik atak imiş. Yox, səndəki panik atak deyil. Sənin yaşayışın elədir. Amma məndəki xəstəlikdir. Eşidirsən? Deməli, bu yaxınlarda
yeraltı dünyanın böyüklərinin biri ilə görüş olacaq. Məqsəd mənim xəstəliyimə görə o aləmdən məni uzaqlaşdırmaqdır. Mən də ora getmək istəmirəm. Bilirəm, ora gedəcəm, yenə panik atakım tutacaq, əllərim əsəcək, başlayacağam ağlamağa. İstəmirəm orada biabır olum. O görüşə istəyirəm, mənim əvəzimə sən gedəsən. Saxla, nə əvəz ala? Ha, mənim zəhərləm gedir bu əvəz-əvəz söhbətindən. Ha, vaxt olub mən işdə olmuşam. Məli uşaqlar mənə zəng edib ki, Şirin, sizdən kimi sənin səsi gəlir, tez gəl evə. Mən əvəzimə adam qoyub gedməmişəm ki, məni kimsə əvəz eləyə bilməz. Atam, bilsən necədir? Mənim bugün qaynatamla görüşüm var, tələsirəm, ora getməliyəm. Bu işi həll eləsin. Onun əvəzinə sənə 1000 manat pul verəcəm. Və sənin də əvəzivə hara istəsən gedərəm. 1000 manat? Atam, o nə işdir lə? İndi biləcəksən. Fərman, bu Şirin gəlmədi ha. Gedirsən çayxanada onu qulaqlayıb gətirirsən bura. O bu qədər qudurub ki, mən zəng eləyirəm də gəlmir. Tez elə. Ay. Qızlar, otağa. Mırvarı. Oktay, mənə de görüm, bax bu nədir? Bu? Çıktı. Bunları kimin için almışsan? Kosmetika, sumka, ayakkabı. Sənin üçün almışam Mirvari. Mənim için almışsansa, hani ayakkabı, kosmetika. Bu da sürprizi körladı. Burada. Harda olacaq? Bu dəqiqə gətirim. Hadi. Sonra da gedim 70 manata stol olan toya 200 manat da pul yazdırım. Ha. Getdi. Aynen. Oo, nə gözəldilər. Bura bax. Allah. Çox qəşəngdir. Kosmetikalar da içərisində. Nə gözəl kosmetikalar var burada. Telefon da alıb sənə. Bax. Zəng də gəldi. Gördün? Oktay, bağışla məni. Bağışla ki, mən səndən şübhələnmişəm. Amma elə bil ki, bu ayaqqabılar geyinili be. Geyinli nədir? Əməlli geyinli be o. Mən sənin ayaq ölçümü təxminən bilirəm axı. Ayaqqabıya baxan kimi bildim ki, o sənin ayağını sıxacaq. Ona görə bir dənə əxlaqlı, dürüst qadın tapdım. Geyindirdim bu ayaqqabını ona. İndi sən əsl ayağımın ölçüsünədir. Oydat. Tüklərim biz durdu ha Oktay. Nə qədər fədakarsan ha Oktay. Eləyəm. Mirvar, utanmırsan? Adam da belə fədakar kişiyə böhtan atar. Görmürsən üzündən nur yağır. Gəl gedək. Harda qaldı bu? Gəlsəydi girərdik, görərdik bu pastayanın şəxsiyyət vəsiqəsini, o özünü, bu üzünü kiməsə göndərən Şiringil neyinirlər? Elmir hanı? Müəllim, o qızla danışırdı. Dedi, siz gedin girişdə görüşərik. Mənim bu çayxanda oturanlara yazığım gəlir. Evdə gör nə qədər dərdləri, sərləri varsa, bura gəlib başlarına qatırlar. Onlara bir şiir demək istəyirəm. İndi çoxsu qoşulub onsuz da Soundride şirkətinə. Sən istəyirsən Soundride'ın özünə bir dənə bədahətən deyə bilsən dinə. Soundride'dır bu şirkət. Sahibkarlara edir fürsət. Digər şirkətlər utanc verir. Amma Soundride qazanc verir. Maşınlarınıza reklam vuracaqlar. Hələ üstəlik GPS də quraşdıracaqlar. Həm siz varlı olun, həm varlı sürücü sizin üçün tapacaq etibarlı sürücü. Siz maşın gətirin, təp-təzə çeli, aktiv olacaq sahibkar paneli. 7-24 macalın olsa, pul çıxararsan, sualın olsa, zəng elə. 077 217 77 77. Ay şeir odur, səs odur, Soundride odur. Amma bu tip o deyir də. Bu tip bilsən nədir? Kasıb video. Bir vaxtlar imkanlı olan kasıb video var səndə. Səndən heç vaxt səndən sahibkar olmayacaq. Sən zaryatka vermirsən ki, ana. Hanı Elmir? Ha, Fakı. Ha. Ha, gel bura görün. Gəlirəm. O birisini qoyarsan. Ha. Ha, baba, bu nədir ha? Bu içeride oturanlar bildi deyir. Sotu buradan çıx. Qaqaş, Ha. mən bunu heç kinoda da görməmişəm. Məsələn nə? Lotereyadır bu. Lotereyadır, bəs bizə niyə verir ha lotereya? Nə bilim. Gel görüm ha. Nətərsiz hə? Yemək yeyib doymayanda mama biraz da suyundan qoy deyən tək üzeyirəli varlıqla. Ha, bu bizim evin söz-söhbətindən bilir Ha, yaxşı. Yaxşı, Fərman. Bu bizim puldur. Bizimdir. Sən axırda ala bir dənə bunu. Ala
Çox verdin. Mənə bax ha. O Targovdakı qızların qorxma hiss eləməz dediyi it oxşayan Şirinanı. Şirin yerini bilməzsən siz, hə? Onun seryoz işi var. Ölüm dirim söhbətdir, hə bu? Onun nə iş ola bilər, Onun gördüyü ən kruplu iş evə girən qara milçəyi çıxartmaqdır, Gəldi. Yaxşıların qardaşı, pislərin düşməni. Ana var, qaqa. Hadi. Hardasan, hə? Kalbasa çörək düzəldəndə doyumlu olsun deyə çörəyin içini çıxartmayan mazlum. Məzalon? Bunu mənə məşhur markan patelkasını giyinən adam deyir. Yeni zaten. Oba! Şahrutda neynirsən sən? Yenə çıxdın qabağa. Şürəyim sən ala. Oktay məni çağırır. Sən də çağırmışdı, getməmsən. Oktay əmin söhbətinə vid vermirsən ala. Oktay əmi kimdir la? Hə, qaqa, yenə deməyin, səsini yazıb Oktayın qabağına qoyanlar. Sonra da qızı verməzlər sənə. Oktay əmi mənim qaynatamdır. Onda getdik. Getdik. Tamam ya, siz de terpen Ya ha. tamam, tamam. Tamam ya, normal yerler ne burada, buna bak ha. Tamam burada. Gelin burada. Görürsüz necə gözəl meyvələrdir. Bir-birindən gözəl, bir-birindən yaraşıqlı. Əgər bundan gözəl, bundan sərfəli, bundan dəbli mebel görsəz, gəlin qaytarın təzədən bizim özümüzə. Siz bizlə rəqabət aparmayın. Siz qiymətləri aşağı salacaqsınız. Biz sizdən də aşağı qiymətlər deyəcəyik. Siz xırda dükanlarsınız. Biz böyük mebel şəhərciyik. Tak что bizlə rəqabətə girməyin, dirəşməyin. Xanım, neyinirsiniz? Ünvanını da bilirsiniz. Bizim ev mebel şəhərciyi. Mənim adıma gələnlərə nələr olacaq, nələr. Gəlirsiniz kassaya, Mətiş promokod deyin, görün nələr baş verəcək. Gözləyirəm sizi səbirsizliklə. Tez gəlin. Oy, pisiyo. Mən işimi bitirdim. Sizin ehtiyata satıcınız var? Xeyr, 2 nəfərik. 3 nəfər də götürmək lazımdır. Yarım saatdan sonra bura klinklə partlayacaq. Müsibət olacaq burada. Mənim də 100 manatımı verin, çıxın gedin. Ay xanım, bizim reklama ehtiyacımız yoxdur. Sizi bura kim göndərib? Ay xanım, narahat olmayın. Mən ucuz qiymətə reklam edirəm sizi. Bildimi? Amma bizim reklama ehtiyacımız yoxdur. 100 manatınız yoxdur. Heç olmasa 20 manat verin. Canlıya girdim, o megabaytı yenileyim də. Ay xanım, siz kim dedi gəlib çəkiliş edəsiz? Mən beləyəm. Bir-bir dükanlara girirəm, reklam edirəm. Kimdə tutdu, tutdu. Pulumu da alıb çıxıram. Özün istəmədin ki, istəmə. Bu da mənim yaxşılığım. Vatandaşdır. Çəkil bu tərəfə. Buyurun. Necə yəni? İndi oldun əsl seryoz mujik. Bu viddə sənin sözün hər yanda keçəcək. Atam, mənim şirin kimi də sözüm hər yanda keçir. Cəmaat dönər alanda mənim adımı verir ki, mayonezini bol eləsinlər. Nə danışsan ala sən? Bugünkü görüşdə bu sözlərdən istifadə eləmə. Eləmərəm. Yaxşı. Zərəb, nə edirsən? Sıra sal aşağı. Mən 30 illik dostum Muras deyiləm. Cəlal, sən məni satqın kimi tanıyırdın. Bütün aləmə satqın kimi tanıtdırdın. Mən əsl satqını tapmışam. Ala bu da sən əsl satqın. Cəzalandır, adına layiq. Adıma layiq? Qurban olaram Cəlal bəy eləməyin. Yalvarıram sizə. Əgər məni öldürməsiniz, and olsun onların hamısını bir-bir sizə satacaq. Heç bir şopa yolu saxlamayacaq. Xahiş edirəm. Cəlal, sən nə edirsən? Öldür də bu şərəfsizi. Atam, bu sən şərəfsiz dedi. Baba bəy, buyur. Ağlıma bir dənə fikir gəldi. Dinən nə? Bu dünyada ölümdən betər şeylər var. Məsəl üçün, sınmaq. Gəlin biz bunu sındıraq. Necə? Necə? Diqqətlə qulaq as. Eşidirsən? Olursan xoruz, qollarını çırpa-çırpa banlayırsan. Banla atam. Quqquluqu. Quqquluqu. Bu nə qədər quqquluqu? Bu nə boğazdalı eləyirsən? Belə xoruz olur? Belə olur da xoruz Cəlal bəy. Necə olur ki? Belə olur? Ha, sən kimə gəlirsən hala? Biz xoruz görməmişik. Ya xoruz kimi banlamamışıq. Hə? Göstərirəm xoruz necə banlayır. Amma bir dəfə. Yadında saxla. Gördün? Xoruz belə banlayır.
Cəlal, sənin haqqında çox şey eşitmişdim. İnanmırdım. Panika taktı olanda ağladığını deyirdilər. Amma indi görürəm ki, sənin lap başın qaçıb. Yox, apar bu. Öldürmə məni. Apar bu. Neyinirsən sən? Nə edirəm? Görmürsən məni qoyub gic yerinə? Biz xoruz görməmişik, ya xoruz olmamışıq. Bugünkü görüşdə də belə eləsən. İnanmıram sabaha sağ çıxasan. Gəl bir dənə də məşq eləyək. Bir özünü necə aparacaqsan. Hələ eləyək, tamam, narahat olma da mən biləm neyəcəm, narahat olma. Ay Baləli, səndən nə əcəbəyə gəlmirsən? Ay Mətiş xala, buna mənə düşür də. Bax, mən bura gəlirəm. Bir dənə normal yerdən zəng gəlir ki, şair, bir dənə yaxşı məclis var, dur, gəl. Bu ev məndən başqa hamıya düşür. Bax, buranı söküb yerində stadion tiksələr, bütün dünyanı udarıq. Ay Mətiş xala, kalbasından yiyeyim. Nə qədər gətirim, qabağda da yenə nə qədər istəyirsən. Mən özüm toya gedəcəm, amma yenə də bu kalbasadan yeməmiş getmirəm. Toya səni də çağırmışam, sonra sənin dostları var, meyxanaçlar, onları da çağırmışam. Mən toya pul atmasam da olar. Ara yerdə Oqtayı zibilə saldım da, çıxartdım da. Kimi çağırırsın, ay Mətiş xala, kimlərdir? Deməli sənsən, sonra Orxan Sulutəpədir, Ağa Mirzə mikrorayondur, Ruslan Sevil massividir, bir də Cahangir Yeni Günəşli yetim bina. Ay Mətiş xala, bunlar kimdir? Nə bilim, ev üyəsinə dedim ki, Balali gələcək, Ağa Mirzə gələcək, bir də ki, Ruslan gələcək. Özdə yaxşı da pul verdik. Mən nə bilim, Orxan kimdir, Ruslan kimdir, mən nə bilim. Nə fərqi var? Pul var. Hətta pul deyirəm verəcəklər. Ağa Mirzənin yerinə, Ağa Mirzənin yerinə, maşına da ağa var. Göndərər yola pərinə, gəlib deyir. Siz A klasssız. Bir iki nəfər də saxlamışam dar günün üçün. Evet, nə qədər bilirsən, nə qədər bilirsən. Ye. Oqtay, o ola bilsin pulu götürməsin ha. Elə bil nəsə başqa adam olub. Şirinin özünü tanımamağı bir yana, mən də onu tanıya bilmədim. Deyirəm, bəlkə buna Greenham şirkətindən də bir dənə ev tikim verim üstündə. Ay ya, çox var. İstəyirsən. Nə qədər ağlı başındadır, 100.000-i verim, söhbəti bağlayayım. Çək. Şirin, bax mən sənə 100.000-i verirəm. Amma sən bundan sonra bir də mənim qızım Reyhanın adını Dilara da gətirmirsən. Danışdıq? Problem yoxdur. Onsuz da həyat qısa, dəyməz qıza. Telefona çəkirəm ha qaqaşım, Reyhana göstərəcəm. Mənə kimdən qorxudursan? Çək, mənə qız yoxdur. Deyim, məsəl üçün bu qız. Xanım, adınız nədir? Məzələnmirsən, xaloğlu? Xaloğlu? Ha, bu Şirin nə seriozdan adam imiş. Şirin, mənim həyatda 3 şeydən zəndə zəhləm gedir ha. Birincisi... Ha, saxla. Bilmirəm nədən zəhlən gedir, amma o 3 şey üçün də səni yaşadaram. Şirin mənə bunu necə eləyə bilər? İndiyə kimi çox dəliliklərini görmüşəm, amma həmişə susmuşam ürəyinə görə. Amma bu elədiyi xəyanətdən də betərdir. Bu mənim sevgimi satmaqdır. Bilirsən, açıq mən heç təəccüblənmədim. Çünki belə pis çıxmasın, Şirin kimi pul görməyən adamlar pulun qabağında tez sınırlar. Bu videonu çəkməkdə bizim məqsədimiz sizi ayırmaq deyil ha. Sadəcə kimlə ailə quracağını bilməyini istədik. Qərar sənindir. Yox, Şirin mənim üçün bitdi. O mənim ürəyimi sındırdı. Mən sənin sınmış ürəyini düzəltməyə həmişə hazıram. Yox, Fərman. Mənə nə sən, nə də Şirin lazımdır. Ümumiyyətlə çıxıb gedirəm bu ölkədən. Amma Şirinə 2 kəlmə sözüm var. Reyhan. Ay Reyhan. Reyhan. Ha, Faxı, eşidirsən? Hə. Evdə işıq pulunu verməmişik, işıqları kəsiblər. Mən də telefonumu zaretkaya qoymalıyam. Baxmada yaxşı olanlar zəng eləyər, telefonum sönülü olar. Nə qədər borcun var? Ala çoxdur atam, çoxdur. Narahat olma. Düş get mən verərəm. Ala sən bu taksidə işləndən yaxşı pulu qazansan ha. Taksi ben belə pulu var. Taksi də bilmirəm. Soundtrack da var. Bax həftəlik bonusun öz yerində. Ayda 1000 manat qazancın öz yerində. Çakçukdakı necə lazımdır. Şirkət pul qazandırır da, bütün raskotlarını da ödəyir. Düş get müştəri götürməliyəm. Sən də bir dənə maşın var, bilmirsən nə edəsən? Qala bir dənə də öyle 5 dənədir. Vermişik Soundtrack'da, oradan da gəlir. Doğrudan. Həri. Merhaba, işıq pulunu verək, yadına çıxmasın. Narahat olma, get. Baş sponsor Soundtrack.
Nasıl geldin? Eşitsən? Hə. Telefonuma bilsən hansı oyunu yükləmişəm? Nasıl? O vaxt uşaqlıqda ilan oynayırdıq, ilan. Ana, mən o oyunu 10 dəfə bağlamışam, qaqa. Uşaqlarsan oynayırsan. Ama bildim, mən bu oyunu həmişə rəngsiz telefonda oynayırdım da. İndi rəngdə yükləmişəm, həmişə marağımda Ana. Bir daha bizon ver desin, bizon ver. Halal deyib, bu oğlan bilir də, bu adam bilir ki, Limoy adamın sevimli sikisi bizondur, qaqa. Halaldır, hoşuma gəldi. Amma sən canım, səndən sonra qabın verərsən, ha, mənə qabın verərsən. Qabını neysə, ala? Qaqa, bu ilanı gördüm yadıma şüşəyə, bu şan vaxtı yadıma gəlmir, bu kəsib doğruydu belə, sərdir deyə şüşəkdə belə, yeypənək kimi. Yepənək də o çərpənək deyil. Ana yox, çərpənək nədir ki, qarnısın belə, qarnısın deyildi, ha. Ala küləyi tutub belə fırlanmırdı dəmirlər. Ala pər. Pər. Küləyi də belə fırlanırdı. Hə, ondan fırlatacam qaqa. Ondan ləzzət deyirsən? Hə, ləzzət edir. İçin verəm. Baş sponsor Bizon. Budur arzum mənim ey dil New Hollandım ola. Alacam mən New Hollandı, bu da andım ola. Ay Cənat, əla. Qaqa, mənə bax, bu oqda əmin deyim ki, sənə traktor olmayan qız vermirəm. Deyil. Sən ala bilmirsən, düzgün qaqa. Hələ sözümün canlı dirəndə diktar da. Yan qaqa, bax, sən traktor həvəsindəsən qaqa, mən də maşın həvəsində. Gəl iki qardaş aşağı, bu New Hollandım, ilkin ödəşim verək, 60 ay faizsiz izginə alaq. Sonra da aylığı qalaq, görüşdüyüm verək də bir tər. Həftəndə 3 gününü mən avtostluq eləyərəm. Özdə bu bomba deyil qaqa, konserin zanda var. Ama bu düzdür. Bu sənin üçün avtoşluq eləmək üçün deyil, alayı. Sən bilirsən ki, cəmaət nə qədər pul qazanır bu ilə. Sən heç avtoşluq barədə düşünməzsən. Amma nə biləcək, romandan qalxsanam da, qoşun. Xüsusi sponsor New Holland traktorları. Ya, bir dənə yuxu görmüşəm, bal. Nədir, arıların söhbəti düşmüşdü? Ay, yox, görürəm ki, məhliyə bir dənə qaqaş gəlir. Bir dənə də bal, bir vaydı, sil, spratı, gəlir saxlayın məhlədə. Sonra görə, bu, ha? Sən onu gəldi, hə? Yuxun sil çıxırsan o qaqa. Hala yaxşı da indi oldu təsadüfən. Yuxun davamında. Bir dənə də qaqaş düşürsünlər. Sonra mən soruşam ki, qaqa, bu bir vaydı necə maşındır? Qaqaş dedi ki, Bal deyə bal, plug-in hibriddir. Özü də 100-ə 2-3 litr benzin içir. 3 saata da polnu zaryadka yığır. Çox komfortludur. gördün hə? Mən soruşmamışdı da qaqa. Sonra bir sən nə deyib? İnşallah, istəyirsənsə bir qrup verim sür. İstəyirsən, otur bir kırıq sür. Gördün hə? Niyə istəmirəm qaqa? Bir də mən bırakırım hə? Ay Xosu. Ay Xosu. Ayıl da, qutar da. Bəs də yuxuda bir vaydı sürdün də. Qutar da. Qaqa sən hardan bildin? Mən yuxuda bir vaydı spratı sürdüm qaqa. Səsin çıxmırdı ona görə. Xüsusi sponsor BYD Motors Baku. Ala çıxartdım bilikamı. Dedim bugün keçdim sənə. Amma bu bilikanı sabah batıracağım. Şirin! Ala Sən nə danışırsan? Sən axı mənə söz vermirsən, söz-söhbətdən uzaq olacaqsan. Sabah vilkanı kimə batıracaqsan, hə? Seriozum, sabah yox, bilikamı sabah batıracağım da, yəni sab kalpasasına, səskasına, hə? Bax, kakaz yeyirik, otur sənə bizlə ye. Otur. Bağışda Şirin, sizə nuş olsun, mən getdim. Get. Get, seriozum, get. Söhbəti amma deyirəm, ən fırlatdın ha. Fırlatmadım, ondan sonra qaqaşdan sabah görə daha beləmiş. Xüsusi sponsor SAP halallıqla ət və süd məhsulları. Qaldın sən. Seriozum, gəldim, seriozum. Şirin, adam öz seriozunu bu qədər gözlədər. Seriozum, sən mənə demədim ki, saat 2-də bizim evdə ol. Mən də gelmişəm sizin evə. Mən nə bilim ki, sən bizim ev mebel şəhərcini nəzərdə tutmusan. Burada bir sən nə boydadır? Bayaqdan gəzirəm, səni tapamıram. Mən niyə çağırmısan, hə? Şirin, sabah papanın ad günüdür. Sən çağırmışam ki, ona bir hədiyyə seçək. Bildim, papanın ad günü, sən buradan papayı nə alacaqsan ki, başa düşmədim. Ay Şirin, burada 100-dən çox mağaza var. Uşaq mebelindən tutmuş, ofis mebelinə qədər hər şey tapmaq olar. Seriozum da belə eləyək. Dedim bir də mən də nəsə seçim papaya, yaxşı. Ad günü əli boş getməyim. Yaxşı. Xüsusi sponsor Bizim Ev Mebel şəhəri. Reyhan, indiki uşaqlar necə yaxşıdır? Görürsən necə mışıl-mışıl, rahat-rahat yatır? İndiki əvvəlki fərqi yoxdur, səbəb başqadır. Nə səbəbdir? Bizim Şirin 3 yaşına qədər bütün günü ağlayırdı, bezdirmişdi məni. O sakit olanda bayram eləyirdi biz. Amma Məçir xala yenə deyirəm, onun səbəbi başqadır. Nədir o səbəb? Məçir xala fikir ver, uşağın əynində Sleepy uşaq bezi var.
Sleepy uşaq bezi, təmiz su toxuması, üzvü pambıq və təbii bambuk lifləri kimi ingredientləri özündə birləşdirir. Elə ona görə də körpənin dərisini qoruyur və rahat nəfəs almasını təmin eləyir. Sleepy uşaq bezləri uşaqlarda dişməcə, allergiya, səpki yaratmadığı üçün uşaqlar rahat-rahat yatır. İndi başa düşdüm. Bu Sleepy böyüklər ağlayanda da onları sustursaydı nə yaxşı olardı. Birini verərdim qonşumun Sevdaya. 5 dənə yerdə evi var. Bütün günü ağlayır ki, acından ölürəm. Göz qaytarır da. Xüsusi sponsor Sleepy uşaq bezləri. Ay Mətüş, eviniz niyə belə soyuqdur? Harası açıq qalıb? Yox, ay Mirvarim. O xaladenikin dalında böyük bir dənə çat var, oradan soyuq gəlir. Nə olub ora? Kimsə priusla girib ora? Ay qız, yox, zəlzələ olmuşdu ha 2000-ci ildə. Bax, onda aralanmışdı. Hətta Slavkin motosikletlisindən dartıb biraz birləşdirmək istədik, yenə də aralı qalıb. Oqtaya niyə demirsən? Green Home-un işçilərini gətirsin, bu evi söksünlər. Sənə kvadratı 800 manatdan başlayan qiymətlərlə qəşəng bir ev tiksinlər. Yox, Mirvari, bu evdə ulu babamın ruhu gəzir. Burada anadan olub, böyüyüb, sonra dünyasını dəyişib. Bu divarları sökə bilmərəm. Ruhları gəzir burada. Oqtayla danışım, eskiz layihədir, dam örtüsüdür, tam təmirdir, hamısını eləsinlər. Komandası da peşəkardır. Biz quda olacağıq. Lazım gəlsə, deyərəm, səni çulaq havayı eləyərlər. Onda sən yenə bu dəqiqə gəlsin. Ulu babamın 2 dənə ev olub. Uzaq başı, xahiş edirəm, ruhu gedib biraz da o bir evdə qalar. Xüsusi sponsor Green Home Construction. Oqtaycıq, mən bir dənə ayaqqabı görmüşəm. Всего lиш 300 manatdır. Alacaqsan mənə üçün? Almıram. Xeyr ola mən sənə ayaqqabı almalıyam. Almıram Nastya. Oqtay, sən niyə belə danışırsan? Çünki acam Nastya, acam. Mən ac olanda başım gedir. Deməli, Oqtay tox olmalıdır. Çox xoşum gəlir mən bu 1-2 dönərdən. O qədər doğru düzəldirlər ki, normal adam birini yer doyur. Amma mən normal adam deyiləm axı. Mən birini yeyirəm, özüm doyuram, gözüm doymur. Ona görə ikincisini də yeyirəm. Bəs sən döyəndə mənə verərsən 300 manat ayaqqabılar alacağam. Lan 300 nədir? 300 nədir? Gəl burada 500-dən çoxdur deyil. Gəl ürəyin istəyən ayaqqabını al. Xüsusi sponsor 1-2 dönər. Ay 100 min, şirin məni. Durduğun yerdə 100 min ziyanı ətərsə ol da. 100 min sənə az gəlməsin, Ay 100 min, Oqtay öz ofisində 5 dənə ən azı müğənni yetişdirib bıraxar da, bu show biznesin irəməliyinə. Salam. Salam aleyküm. Siz New Holland traktorunu arenda verən? Mənə oxşamıram mən. Bax, siz əslində birini icarəyə götürmək istəyirsiniz. Amma məndə bundan 2 dənədir. 2 dənə New Hollandın ikisini də götür. Bax, birinin qazancı ilə evi idarə eləyərsən, dolandırarsan qəşəng. İkincisi ilə də qıraqdakını saxla da. Qıraqdakı nədir? Qıraqdakı bilmirsən? Ay, safsan, sən çox təmiz adamsan. Sən təmiz adam olduğuna görə qabağına da New Holland çıxıb. New Hollandda çörək var. Heç də təmiz çörək var. Mənim traktora sözüm yoxdur. Prosta 90% sahibkarları tanıyıram, sizi tanımadım. Mən tanımadım. Məhəllədə burada kimdən sorsan, mənə Oqtay kimi tanıyır, Samarez Oqtay. Tanımadım sən qardaş. Yüzü tanımıram, sən telegramın da yoxdur. Mən istəmirdim bu qədər dərinliyə gedim. Bir dənə bu videoya bax. Diqqətlə bax sonra. Bax. Bu videoda sənsən qardaş. Bunu gündə 5 dənə WhatsApp qrupunda atıblar. Mən bunu hamıya göstərmirəm. Göstəriləsi şey də deyil. Onda beləsə sən Şirin də tanıyırsan. Şirin? Şirin 2 gün, 3 gün sonra belə mənim kürəkənim də. Onda xeyirli olsun. Durdun. O Şirin belə oğlandı ya. Xoşum gəldi Şirindən. Düzəldi. Dipsyo, get sən evdə sənədlərimi hazırla, gəl ginən adıma keçirdim. Oldu. Sağ ol. Cəlal bəy, sənin bu panik atak olmağın, ciddi vəziyyətlərdə ağlamağın bütün aləmə yayılıb və biz səni bu vəziyyətdə başlı kimi qəbul edə bilmərik. İnanıram ki, özün öz xoşunda geri çəkilərsən. Nə dedin, ağlamaq? Mənim atam evdən gedəndə anam mənə dedi ki, ağlama. Sonra deyərlər evdə kişi yoxdur.
Getdi Slaviki gətirdi, oturtdurdu yanımda. Dedi, indi nə qədər sən ağla. Sən nə danışsan Cəlal bəy? Sənin anan yoxdur axı. Anam yoxdur. Hə, evə getmişdim. Qapının dördünü açan olmadı. Yəqin TikToka girib, hə, başı qarışıq olub. Sənin doğrudan da başın gedib. Nəysə, uzatmağın yeri yoxdur. Ya özün öz xoşunla geri çəkilirsən, ya da biz səni aradan götürürük. Xəstə canavar sürüdən dala qalanda onu digər canavarlar yeyir. Bu qurtluqda qanundur. Hə, atam, mənim aləmimin öz qanunları var. Elə bu canavar söhbətinə görə də mən saqqallarla otuldururam. Sən bizə çaqqal deyirsən. Toy, toy, toy olsun. Əziz və hörmətli izləyicilərim, bugün mən toya gedəcəm. Baxın, bu komplektə baxın, necə gözəldir, tez almışam. Qəşəngdir. Deyirəm, deyirəm, deyirəm. Ay bala, nə üçün tez gəlmişsən sən, hə? Sonra danışaram. Mama, bu nə geyimdir, hara gedirsən? Sənə nə olub? Niyə belə danışırsan? Sənin səsin niyə belə gəlir? Hə? Nə olub sənə? De görüm hara geysən? Səhər sənə demədim ki, toya gedəcəm. Bir dəki geyinmə nə olub? Özün dedin də qısa geyin deyə. Sənə deyəsən başın qaçıb ha. Kimdən gedib gələcəksən? Slaviki motosikletı ilə gedəcəm. Narahat olma, arxada oturacam. Sən nə danışsan, nə Slavik? Genəydi bir dəyiş. Heç sənə getdi yoxdur. Bundan sonra da ayağın çölə dəyməsin. Bu nə danışır? Balam qeyrətə gəlib. Bu da təzə çıxdı. Heç atası belə deyildi. Nə dedin? Əclaf! Deməli mənim pula satırsan, hə? Ayıb olsun sənə. Şirinin puluna nə gəlib? Onu ayda 20 manatdan lotereya qoşmuşam. 200 manat götürəcək. Mətiş xala, siz qarışmayın. Deməli sənin üçün pul məndən daha vacibdir, hə? Gözəl qız, bu dünyada pul hər şeydən vacibdir. Mənim sənə daha sözüm yoxdur. Mən səni doğrudan sevirdim. Sənə görə eşitmədiyim söz-söhbət qalmadı. Bu da çox sağ olun. Çox sağ olun. Amma biləsən, gedirəm bu şəhərdən də səndən də. Bir də məni görməyəcəksən. Şirin, nə dayanmısan? Get də qız, getdi. Sən öz işinlə məşğul ol. Deməli sən Cəlal deyilsən. Bizi dolamsan, çaqqal. Adam kimi də görüm nə deyirsən? Deyirəm, öldürmək istəyən öldür məni, amma ola bir dənə son sözümü deyim. De görüm son sözün nədir? Son sözüm budur. Ha, mən həmişə ehtiyatlı olmuşam. Bayaqdan lazımı olan yerlə canlı bağlantıdaydıq. Allah, bu neydi lan, mənim başıma gəldi lan. Bu nə lan? Məhəllədə cücə maşın. Kimdir la? Qaqaş, salam əleykim. Fırat, belə yox da. Başa düşmədim. Belə yox da nədir? Yəni demək istəyirəm ki, bizim məhəllədə belə də yox maşınla nöştü yanmısan, xeyr ola. Bivaydi, belə yox da demək deyil. Bu il your dreams deməkdir. Hə, başa düşdüm. Nəysə, atam, bir də sənin məhəllədə qızdan görməyim. Qız var mənim yanımda. Atam, bu maşın qız kimi bir şey etdə ceyrandır. Həm maşın mən tanıyıram, bu həm tokla həm benzinlə işləmir. Həri, plug-in hibriddir. Haysa, plug-in hibriddir. Mənə kimi itdə, mən də belə işləyirəm də. Məsələn, mamadan pul aram, yerib divijen edirəm də. Böysən özüm ayrı yerdən bir dənə divijen edirəm. Yaşayışım belə etdə, mığın kimidir. Gör nə deyirəm, bir dənə mənə çayxanaya düşür də sən. At, qarışmışsan, bir dənə mənə çayxanaya düşür. Bax da la, görmürsən? Cəmi 3 manatlıq alver olub, onda 2 manatı yoxdur. Sən götürmüsən də bunu da. Mən qabaqdan gəlmiş yenə mən 2 manat səndədir. Əlaqtar görüm necə məndədir. Mən özüm bilmirəm nə alver eləyirəm, nə götürmüşəm, nə götürməmişəm. Düz hesablamırsan da. Bax da, bax görmürsən burada nə yazılıb? 3 manat alverdi, 2 manatı da yoxdur. Sən götürəcəksən də, mən özüm özümdən pul götürməyəcəm ki. Yenə pula görə birimizi qırırsınız, saxlayın hələ. Qaqam gəldi, qaqam gəldi. Rama, eşitdi, Oktay'dan 100 min patlatmırsan ha?
Patladın ha. Axır ki başa düşdün sevgi zat boş söhbətdən, hə? 100 min? Ala bu nə giz-giz danışır ala? Buna bax ala özün gicliyə qoy. Be qalxma la. Pulu əlimdən alan yoxdur. Reyhan da yoxdur onsuz da. İndi qəşəng division eləyə bilərsən. Pul da var da, şellə. Ala nə pul, nə Reyhan, nə danışır ala bu ala? Hə? Məzənəni sənə bütün məhəllə bilir yoxdan sən 100 min verib. Reyhandan ayrılmağına görə. Reyhanla gedib xaricə. Ala deyən ala, o mən dövdüm ala. Peki olmaz. Mama yaxşıdır, yaxşıdır. Qızım getmə də. London çox uzaqdır. Sən Londonda oxuyanda bizə bilsən necə çətin idi? Pula görə səni satan adama görə getməyə dəyər. Getdiyin yer bilinmir, təmiz olacaq, olmayacaq. Heç olmasa Sleepy də apar özündən. Çox sağ ol mama. Özünüzə yaxşı baxın. Seriozum, hara gedirsən ey? Sən mənə səhv başa düşdün. Bu Oqtay əmiyə pulu verən, nə bilim, bizdə səninlə danışan mən döyürdüm. Mənim oxşarım idi. Bundan ucuz yalan tapmadın da mənə danışmağa, hə? Niyə nağıl danışırsan da mənə Şirin? Sən danışdığın nağılda axırda 3 dənə də alma düşür göydən. Necə mənə inanmırlar alayı. Gəldi. Sən mənim başıma nə oynasırsan, hə? Sən bilmirsən ki, Şirinə aşıbqa eləyənlərin arası illərdir başına kraska qoymur, hə? Məni üzüllü say. Səni ciddiyə almamışdım. Amma hər şeydən xəbərim var. Səni mənə görə öldürmək istəyirdilər. Mən bilmirdim o şərəfsizlər məni öldürmək istəyirdi. Sən də Oqtay kişi, bu pul da saxtadır. Utanmırsan? Qızı ayırmaq üçün pulu verirsən, o da saxta. Bığından, saqqalından utanıcı olmasa. Papa, düz deyirlər. Əslində mən də bir etiraf eləmək istəyirəm. Bu pulu verən mən dördüm, mənim oxşarım idi. Göydən də 3 dənə alama düşdü, hə? Heç bilmirəm bu günahı necə yuyacağam. Mırvarı, amırı. Seriozum, mən də səndən incidim. Sən niyə? Nə bilim, sən necə inana bilərsən ki, mən səni pula satım? Amma mən özüm pula sataram, amma səni heç vaxt. Şirin. Uf.